Deməli, gəlin şəklə baxaq. Bu xəritəni görürsünüz. Məsələn, burada nə var xəritədə? Balıq qulağı var, hə? Bu balıq qulağı olan şəkli çıxdaş eləyirəm. Məsələn, C variantını çıxdaş eləyirəm. Həqiqətən istəsəz bunu isbat edə bilərəm ki, bunu qoyanda mənasız olur. Bax, bunu C variantını bura qoysam, mənasız olur. Baxın, tamamlanmış şəkil. Çünki əsas burada sizə ipucunu deyim. Burada əsas ipucu, bax, burada göldür. Bax, bura göldür. Görürsən, gölün növbəti şəkildə parçası olmalıdır. Hansı variantda bu gölün parçası var? B variantıdır, bəli. B variantı hanı? Elə birinci manatdım da mən. Deyək. Mən çətə attım da mənlə. İzah eləmək lazımdır. Amir, sözün üstündə durmaq lazımdır ki. Mən bilir sözünü nətər elədim. Mən sizin kimi elədim. Mən B-yə baxdım elə. Baxın, B variantına baxın. Amma xəyalda çevirmə işi aparmaq lazımdır. B variantı ilk başda doğru görünməyə bilər. Niyə? Çünki burada çevirmə işi, tərsinə çevirmək lazımdır ki, xəritə neyləsin, tamamlansın və gölün tamamlanması görünsün. Variantı ola bilməz. Burada da göl var. Düzdür, deyəcəksiniz göl var. Hadi, bu göl, bura göl var. 5 dənə ada var. Bir də adam var burada. Düzdür. Eyni bax buradakıdır birə-bir. Bax 5 dənə ada, göl və adam işarəsi görürsünüz. Yəni D variantının olması mümkün deyil. Bayaqdan göstərim üstünə şəkillə də B variantı uyğun gəlir. Olmayacaq. Olmayacaq. D götürmüş. Göl olan 2 dənəsində idi. B-də və D-də. D niyə olmadı? Çünki D-də elə şəklin özü idi.